Salam, hər vaxtınız xeyirli olsun dostlar. Bugünkü videomuzda gördüyünüz kimi LCR pinsetlər barəsində danışmaq istəyirəm. Ağıllı pinset adlanır bunlar. Bu pinsetlər vasitəsilə radio elementləri test eləmək çox rahatdır. Uzun müddətdir ki istifadə edirəm. Artıq bu Finersi 1 ildir ki istifadə edirəm, razıyam. Finersidən sonra Alientek belə bir pinset istehsal edib. Bu Finersi ilə nisbətdə üstün cəhətləri var. Onlar barəsində danışacağım. Gəlin bir bunların anlaşmasından danışar göstərim sizə. Sonra keçək pinsetlərin özləri barəsində danışarıq. Alientek belə bir qablaşmada gəlir. Komplektasiyasında akkumulatoru doldurmaq üçün naqili var və ehtiyat sıxacları var. Eləcə də Finersi də eyni komplektasiyadadır. Sadəcə olaraq belə bir gözəl bir qablaşması var. İnstruksiyası, doldurmaq üçün naqili və ehtiyat sıxacları var. Bu pinsetləri əldə etməmişdən qabaq ilk öncə onu deyim ki, bu reklam xarakterli bir video deyil. Bu pinsetləri şəxsi vəsaitlərimlə əldə eləmişəm. Sadəcə olaraq öz təcrübəmi sizinlə bölüşmək istəyirəm. Əvvəllər belə bir cihazla kondensatorları yoxlayırdım. Əsasən bu pinsetləri də almaqda məqsədim kondensatorların həm həcmini, həm də ESR parametrini ölçmək üçün almışam. Yəni Azərbaycanca desək, ardıcıl ekvivalent müqavimətini ölçmək üçün. EAM. İngilis dilində ESR-dır. Bu cihaz hələ də aktuallığını itirməyib. Çünki bu elə bir fərqi var ki bunlardan. Bu pinsetlər onu bacarmır. Hətta daha bahalı modelləri var. Onlar da tam bu işi görə bilmir. Sizə nümayiş etdirim. Sonra bunu qoyaraq qırağa. Bəzən elə olur ki, misal üçün impuls qida bloklarının çıxış hissəsində, çıxış sxemində transformatordan sonra düzləşdirici diod gəlir. Sonra bir kondensator filtrdə, sonra bir drosel olur və droseldən sonra bir kondensator daha quraşdırırlar. Nəzər yetirsək, kondensatorlar elə bil paralel qoşulmuş olurlar. Sadəcə aralarında bir drosel olur. Hətta biz bunu adi multimetrlə çox rahat əmin ola bilərik ki, bu kondensatorlar demək olar ki, paraleldir. Və bu halda biz ölçü apararıqsa, sadə həcm ölçən multimetrlər bu iki kondensatorun ikisinin də həcmini və ESR parametrini bizə göstərəcək. Amma bu əldə qayırma bir cihaz, bir belə deyək, ölçü cihazı bu kondensatorların ayrı-ayrılığında ESR-ını ölçə bilir. Gəlin bunu sizə nümayiş etdirim. Demək, bu işlək kondensatordur, bu isə xarab kondensatordur. Özüm belə bir stend kimi yığmışam ki, nümayiş etdirmək rahat olsun. İşlək kondensatoru ölçürük və görürük ki, müqaviməti yerindədir, daxili müqaviməti yerindədir. LEDimiz demək olar ki, sönür. Xarab kondensatoru cihaza toxundurduqda görürük ki, heç bir şey baş vermir. Daxili müqaviməti, ekvivalent müqaviməti çox yüksəkdir deyə bizim pribor bunu görmür. Sxemdə kondensatorları platadan çıxartmadan
xarab kondensatoru təyin etmək, müəyyən etmək bu priborla çox rahatdır. Yəni, əvvəl bununla işləyirdim. Gördüyünüz kimi arada drossel var. O drosselə görə kondensatorların ayrı-ayrılığında hərəsinin öz ekvivalent müqavimətini ölçə bilir. Sonra bu pinsetlər satışa çıxdıqdan sonra təbii ki, əvvəl də var idi, amma onların qiyməti çox aşırı baha idi. Bu pinsetlər isə qiymətləri münasibdir. İlk öncə gəlin pinsetin menüsünə baxaq. Bu cihazlar, pinsetlər ikisi də işə salınan kimi işləməyə hazır bir vəziyyətdədir. Yəni, biz onu işə saldıq, pinset gözləyir ki, çıxarıcılarına nə qoşulacaqsa, onu avtomatik təyin edəcək, müəyyən edəcək və həmən o elementin bizə parametrlərini displeydə əks etdirəcək. Belə bir drossel götürək, induktivliyini ölçək, görək, avto rejimdədir. Dərhal bizə çox sürətli bir şəkildə, bu da bir önəmli bir parametrdir, hər bir ölçü cihazının çox sürətli şəkildə bizə onun dəyərini göstərir. 204 mikrohenridir. Başqa bir induktiv drossel götürək və görürük ki, 10 mikrohenri üzərində yazılıb. Onu da ölçsək, görərik ki, 9,3 mikrohenri göstərir bizim cihazımız. Eləcə də bir daha üstün özəlliklərindən biri də budur ki, bu pinsetlərin çox aşağı müqavimətləri ölçmək olur. Yəni, 1 ohmdan aşağı instruksiyasında göstərilir ki, 10 milliohmdan 10 megaohma kimi avtomatik şəkildə bizə müqavimətlərin dəyərini ölçüb göstərə bilir. Əlimizdəki müqavimət 220 milliohmdur, yəni 0,22 ohm. Biz bunu cihazı qoşuruq, görürük ki, 220 milliohm göstərir, dəqiq bir göstəricidir. Yəni, çox rahat şəkildə biz aşağı müqavimətləri ölçə bilirik. Daha bir müqavimətimiz var, 30 milliohmdur. Bilirsiniz ki, bu müqavimətlər, aşağı müqavimətlər əsasən güc sxemlərində cərəyan sensoru kimi istifadə olunur və çox hallarda bunlar sıradan çıxır, biz axtarıb tapıb quraşdıranda üzərində yazılmasa ölçə bilmirik başqa multimetrlərlə. Burada da görürük ki, 32 milyon bir göstərici var, üzərində də 30 milyon yazılıb. Gəlin multimetrin aşağı sərhədlərinə yaxın bir müqavimət götürək, 10 milyonluq və onu ölçməyə çalışaq. Və görürük ki, 10,9 milyon göstərir. Çox əla göstəricidir. Bu kimi bir ölçü cihazı üçün çox əla bir göstəricidir. Bir də onu deyim ki, aşağı müqavimətlərdə bu sıxacılara biraz təzyiq göstərmək lazımdır ki, arada olan çirklənmələr, oksidləşmələr parazit müqavimət əlavə eləməsin biz üçün. Buna görə bir balaca sıxmaq lazımdır. Amma bu detallar platanın üzərində olarsa, orada daha rahatdır, heç yerə qaçmır. Biz onu ölçüyə apara bilirik çox rahat şəkildə. Gördüyünüz kimi, ikinci bir funksiyası idi bunların. Bu pinsetlərin çox gözəl funksiyadır, lazımlı bir funksiyadır. Keçək kondensatorlara. Ən əsas nə üçün bu pinseti almaq lazımdır, çox faydalıdır, onu göstərim. Kondensatorların bildiyimiz kimi əsas həcmindən başqa, həcmindən də əsas olan bir parametri var.
həmən bayaq qeyd etdiyim kimi ESR parametridir. Yəni ardıcıl ekvivalent müqaviməti. Bu barədə ayrıca bir videoda danışaram. Çox vacib parametrlərdən biridir. Əsasən də impuls sxemlərdə, devrələrdə çox vacib bir parametrdir kondensatorun. Ölçək baxaq. Görürük ki, çox sürətli şəkildə avtomatik olaraq təyin elədi ki, bizim sıxacılara kondensator qoşulub, kondensatorun həcmini göstərir 830 mikrofarad və sol aşağı küncdə həmən dediyimiz ESR parametri barəsində bizə məlumat əks olunur və sağ tərəfdə daha bir parametr var. Orada biz onu bu düymə vasitəsilə dəyişib cürbəcür parametrləri yerləşdirmək olar, baxmaq olar. Kondensatorun başqa parametrləri də var. Yəni impedans deyən bir parametri var. Sonra kondensatorda belə bir parametri var ki, tam dolduqdan sonra cərəyan ayırarıqsa bir həddəcən düşür tez bir zamanda, sonra yavaş-yavaş cərəyan gərginliyi itirməyə başlayır. Həmən o düşüş anında da cihazımız ölçüb bizə kondensatorun daxilində olan vəziyyəti bizə göstərə bilir. Yəni qismən də olsa, nisbətən də olsa biz kondensator barədə məlumat əldə edə bilirik. O parametrlərdə burada joystick düyməsi ilə basıb saxlamaq şərti ilə dəyişmək olur. Görürsünüzsə, bu sağ tərəf küncdə parametrlər dəyişir. Orada hərflərlə onların hansı parametr olduğu göstərilir. Amma bu sol küncdə həmişə ən vacib olan ESR parametri olur. Bəli, bu pinsetin əsas vacib parametrləri hansılar ki ölçür, bu adından da bəlli olaraq LCR, yəni L droselləri bildirir, C kondensatorları, R da rezistans, yəni müqavimətləri bildirir. Bunları sizə nümayişlədim və keçək. Üstdə burada rəqəmlər var, bəzi rəqəmlər var. Onlar barəsində məlumat verim. O rəqəmlər də nədir? Demək, auto sözündən sonra 0,6 volt yazıldığını görürük. Bunu biz biraz aşağı sala bilərik. O mərhələyə keçdikdən sonra joystick vasitəsilə görürük ki, 0,3 voltda burada uğraşdırmaq olur. Bu bizə nəyə lazımdır, harada faydalıdır? Bəzən sxemdə detalları test edərkən test etdiyimiz detalla paralel olaraq ən çox da bu kondensatorlara, drosellərə aiddir. Paralel olaraq nəsə başqa bir detal deyilən diod və yaxud tranzistor ola bilər. 0,6 voltdan o diod və tranzistor açılıb bizim test etdiyimiz detala göstəricilərinə belə deyək ki, təsir edə bilər və biz düzgün parametrlər ola bilsin görmədik. Orada bu gərginliyi aşağı salmaqla biz bir çox diod və tranzistoru nəzərə almaya bilərik. İkinci isə burada, üçüncü daha doğrusu burada gəlir tezlik. Bu tezlik də nəyi bildirir? Biz bilirik ki, bu cihaz detalları dəyişən bir gərginliklə test edir və o gərginliyin tezliyidir. Biz burada dəyişib görərək ki, 100 Hz, 1 kHz və 10 kHz kimi burada siqnalın tezliyini dəyişə bilərik. Bu da nəyə lazımdır? Müqavimətlərdə bu o qədər özünü bildirmir, amma drosel və kondensatorlarda bu vacibdir. Kondensatorun nə qədər həcmi çox olarsa, biz onu o qədər aşağı tezlikdə test etməliyik. Çünki
böyük həcmli kondensatorlar yüksək tezlikli sxemlərdə adətən qoşulmur. Ona görə də onu biz real şəraitdə test etmək üçün tezliyi burada aşağı salıb 100 Hz-ə düşürüb test etməliyik ki, daha dəqiq məlumat ala bilək. Belə, gəlin multimetrin, bu pinsetin menüsünə biraz nəzər salaq. Menyuya daxil olmaq üçün burada hold düyməsi var. Əgər biz onu qısa zamanlı basarıqsa, göstəriciləri dondurmaq olur. Amma 2-3 saniyə basıb saxlasaq, menyuya daxil oluruq və bu menyuda bizə ilk qarşımıza çıxan dil seçimidir. İkinci qarşımıza çıxan demək səsidir. Üçüncü qarşımıza çıxan arxa işıqlanmanı azaldıb çoxaltmaqdır. Dördüncü isə avtomatik sönmə vaxtını müəyyən etməkdir. Yəni priborun bir yaxşı cəhəti də o var ki, istifadə edib yaddan çıxıb qalarsa bir qıraqda müəyyən bir zamandan sonra, onu da biz özümüz təyin edirik. Müəyyən bir zamandan sonra bizim pinset sönür. Burada 5, 15, 30 dəqiqə kimi istehsalçı biz üçün burada zaman kəsikləri qoyub. Mən 5 dəqiqə quraşdırıram həmişə, bəs edir. Sonra fabrika ayaqlarına qayıtma hissəsi var və bu pinsetin proqram təminatı və özünün versiyaları barəsində məlumat qarşımıza çıxır. Demək, burada bir daha gizli bir menü var. O barədə izah bölməsində yazacağım. Kalibrovka menüsudur. Yəni, göstəricilər xoşunuza gəlməsə, kalibrovka menüsünə daxil olub cihazı kalibrovka eləmək olur. Amma bunun üçün sizə dəqiq müqavimətlər lazım olacaq. 8 ədəd. 1 ohmdan 10 megaohma kimi dəqiq rezistorlar olmalıdır. Temperatur əmsalı yaxşı olan rezistorlar olmalıdır. Dəqiqliyi də 1% və aşağı rezistorlar olmalıdır. Bu rezistorlar da çoxumuzda olmadığı üçün o menyuya girmək məsləhət deyil. Yəni, istehsalçı tərəfindən olan kalibrovka kifayətliyir. Bayaq gördüyünüz kimi detallarda göstərdim. Menyudan geri qayıtmaq üçün tezdən bu menyu düyməsini bir müddət sıxıb saxlayırıq. Pinsetimiz iş rejiminə qayıtır. Belə. Sonra Alentek şirkəti belə bir pinset istehsal edib satışa çıxarmışdı. Parametrləri xoşuma gəldi və bir neçə əlavə funksiyaları var idi deyə onu da alıb yoxlamaq istədim. Almaqda da peşman deyiləm, çünki burada bu pinset daha üstündür. Gəlin işə salıb baxaq. Demək, Alentek pinsetini işə salan kimi, yenə finishdə olduğu kimi dərhal işə hazır vəziyyətə gəlir və avtomatik rejimi var. Hər hansı bir detallı elementi bura sıxaclarına yaxınlaşdırarsa, dərhal təyin edir ki, hansı elementdir və dəyərini bizə göstərir. Gördüyünüz kimi, eynən. Hətta bu pinset görürsünüz ki, daha dəqiqdir. 10 mikrohenri göstərir və üzərində də 10 mikrohenri yazılıb. Kondensatorlarda da eləcə də nümayiş etdirim ki, burada işləyən kondensatordur. Bununla paralel arada drossel olmaq şərti ilə o biri kondensatordur. Fikir verin, işlək kondensatorda 560 mikrofarad 46 milyon göstərir. Xarabda isə 657 mikrofarad 63 milyon göstərir.
burada nə baş verir? Bu bir kondensatorunda həcmi və müqaviməti bu kondensatorun üzərinə yüklənir. Yəni bunlar toplanır, bizə cəmini göstərir, ayıra bilmir. Arada o drosil olduğu üçün bu pinsetlər, eləcə Finirsi və Alintek ikisi də bunları bir kondensator kimi ölçür. Bəzən belə bir irada tuturlar ki, kondensator onsuz da zahirən xarab olanda bilinir də, şişir, partlayır və yaxud bu naqilləri çıxan yerdən elektrolit axır və yaxud biz onu kondensatorun həcmini ölçməklə qismən də olsa, dolayısı da olsa bilirik ki, kondensator xarabdır. Amma bu belə deyil. Çox hallarda, indi mən sizə nümayiş edəcəm, görəcəksiniz ki, belə deyil. Gəlin menyudan. Baxın, işlək kondensatordur. Tezliyi də azaldaq. İşlək kondensatordur. Biz bunu test edəriksə görürük ki, 850 mikrofarad, 124 miliohm ISR var. Bunu hətta adi həcmi ölçmən multimetrlarda test etsək görürük ki, bəli, 950 mikrofarad göstərdi. Burada fərqli ölçmə metodudur. Ona görə burada biraz çox göstərir. 1000 mikrofaradlıq 25 voltluq kondensator bu işləkdir. İndi baxın, təzədən heç də fərqlənməyən bir kondensator var əlimizdə. Bu xarabdır, sxemdən çıxarmışam. Heç şişməyib, partlamayıb, heç bir yerindən elektrolit axmayıb. Biz indi gəlin bunu adi priborla test edək, görək ki, nə baş verir. Yəni 10 volt 2200 mikrofaradlıqda kondensatordur. 2168 mikrofarad, 170 mikrofarad həcm göstərir. Bunu biz ölçəriksə, biz bu kondensatordan heç də şübhələnməyəcəyik. Yəni bunu kim ölçsə, bu kondensatordan heç kim şübhələnməyəcək. Amma pinset vasitəsilə ölçəriksə, görürük ki, həcmi yerindədir, 1,9 millifarad, yəni 1900 mikrofarad göstərir. Amma ISR parametri həddindən artıq çoxdur. Yəni bu kondensator üçün bu həddindən artıq çoxdur. 550 milyon ISR var, bu çoxdur. Yəni bu impuls qida blokunda, impuls sxemlərdə işləməyəcək və yaxud problemlər yaratacaq. Amma xarici görünüşdən biz heç də deməzdik ki, bu kondensator bundan neynəsə fərqlənir. Heç bir hissəsi heç nə olmayıb, şişməyib, axmayıb, partlamayıb. Ona görə də belə bir cihazın, belə ölçü cihazının olması yaxşıdır. Gəlin müqavimət ölçməsinə də baxaq. Müqavimət 220 milyondur. Burada 223 göstərir, yenə Finirsi kimi. 30 milyona baxaq. Eynən Finirsidə olduğu kimi 32 milyon göstərir. Və 10 milyon da bunların ən aşağı ölçmə qabiliyyətidir. Görürük ki, 10,9 milyon yaxşı sıxanda eynən Finirsidə kimi göstərir. Bəli, biz gördük ki, əsas göstəriciləri bunlarda eynidir. Bu pinsetlərdə. Gəlin fərqləri barəsində danışım. Demək, bu Alintek şirkətinin pinsetində əlavə funksiyalar var. Bunlar nədir? Gərginlik ölçə bilir 5 volta kimi. Bəzən bu lazımlı funksiyadır. Sonra siqnal generatoru var. Yəni bu sıxaclarında müxtəlif siqnallar ötürə bilir, generasiya edə bilir. Yəni bu hansı siqnaldır? Sinus siqnaldır.
mişarvari siqnaldır, meandırdır və fərqli bir-iki siqnallar var. Bu siqnalların eləcə də tezliyini və amplitudasını dəyişə bilirik. Gərginliyini çoxaldıb azalda bilirik. Faydalı bir funksiyalardır. Sonra belə bir funksiyası var. Əlavə bir funksiyadır. Finişdə o yoxdur. Hər hansı bir detalı müəyyən tezliklərdə ölçüb test edib baxa bilərik. Yəni biz sıxaclarına qoşuruq detalı, avtomatik olaraq pinset 4 tezlikdə 100 Hz, 120 Hz, 1 kHz və 10 kHz tezliklərdə ölçüb bizə göstəriciləri displeyə çıxarır. Sonra əlavə olaraq bu Alientekdə bir funksiya da var ki, detalları, əsasən kondensatorları iki rejimdə ölçə bilir. Ardıcıl və paralel rejimdə. Onu menüdə dəyişə bilirik. Mən adətən ikisini də bir yerdə seçirəm ki, iki parametrini də eyni anda görə bileyim. Burada görürsünüz SR və EPR yazılıb. Bunları seçirik və bizdə displeydə belə əks olunur. Tutaq ki, kondensatoru ölçürüksə, burada birinci ardıcıl ölçmə metodudur. Yəni orada görürük ki, 807 mikrofarad, 59 miliohm. Aşağıda isə paralel ölçmə metodudur. 740 mikrofarad, 711 milyon. Bu da bəzən lazım olur. Sonra, yəni bu funksiya finişdə olmadığı üçün funksiyalar sayıram və burada əlavə yenə nə var? Bayaq finişdə nümayiş etdirdim. Sıxaclara ötürən gərginliyi dəyişmək olurdu. 0,3-0 volt arası. Amma burada isə bu hissələri ayırıblar 4 hissəyə. 0,1 volt, 0,3 volt, 0,6 volt və 1 volt kimi funksiyalar yerləşdiriblər. Yəni, görək, baxın. 0,1 volt, yəni bu sıxaclarda artıq 0,1 volt amplitudada bir siqnal ötürür. Bu, bayaq dediyim kimi, sxemdə detalları yoxlamaq üçün daha üstün bir keyfiyyətidir. Çünki 0,3 voltda bəzi detallar açılıb işləyə bilər. Yəni, diod şotki dediyimiz diodlar var. Onlar artıq 0,3 voltda sərbəst açılıb işləyə bilirlər. 0,1 voltla isə onları da nəzərə almamaq olar. Və bəzən olur ki, hər hansı bir detalı ölçəndə bu aşağı gərginliklər bəs kifayətləmir. 1 volta da çevirib baxmaq olur, yoxlamaq olur. Finişdə bu funksiya yoxdur. Və tezlik hissəsində də əlavə olaraq 120 Hz əlavə ediblər. Menüdə biraz baxaq, görək başqa nə fərqlər var. Demək, finişdə olduğu kimi birinci bizə dil seçimi gəlir. Sonra dediyim kimi paralel və ardıcıl ölçmə metodudur. Sonra bir daha üstün və lazımlı özəlliklərdən biridir ki, biz burada seçə bilərik cihazı işə saldıqda hansı rejimdə işə düşsün. Yəni, ən çox LCR rejimi işlədiriksə, məndə misal üçün elədir, mən LCR seçmişəm. Voltmeter, siqnal generatorları hansını seçsəz, cihazı işə salan kimi o rejimdə işə düşə bilər. Bu da faydalı bir əlavədir. Sonra burada finişdə olduğu kimi səsi, arxa işıqlanmanı idarə etmək olur. Eləcə də cihazın sönmə vaxtını təyin etmək olur.
müəyyən etmək olur. Və burada yenə bir əlavə var. Finiclidən fərqli olaraq solaxaylar üçün və sağ əldə istifadə etmək üçün rejimi dəyişmək olur. Yəni var avtorejim, avtomatik olaraq sol ələ və yaxud sağ ələ keçirdiksə, məsəl üçün mən nümayiş etdirəcəm sizə, avtorejimi əgər quraşdırırıqsa burada, baxın, mən sağ əldə tutmuşam, indi sol əllə keçirəcəm, avtomatik olaraq displey solaxaylar üçün çevrilir bu tərəfə. Sol əldə istifadə edən insanlar üçün çevrilir bu tərəfə. Mən bu rejimi söndürmüşəm. Bəzən elə olur ki, müəyyən narahat bir pozisiyada ölçməli oluruq detalları. Bir balaca əyilən kimi o tərəfə çevrilir, bu tərəfə çevrilir. Mənim üçün o rahat deyil. Ona görə onu sağ əl üçün, istifadə üçün rejimi seçmişəm və dəyişmir. Bəli, növbəti bizim qabağımıza çıxır fabrika ayarlarına qayıtmaq və proqram təminatı barəsində məlumat. Bununla menyuda punktlarımız bitir, mərhələlər bitir. Üzr istəyirəm. Bu pinsetdə də, Finiclidə olduğu kimi gizli menyu var, kalibrovka üçün. Yəni, eynən onu da izah bölməsində qeyd edərəm. Amma ora girmək məsləhət deyil. Bəli, bu pinsetlər barəsində mənə elə gəlir ki, bildiklərimi hamısını sizə çatdırdım, sizinlə paylaşdım. Əlavə suallarınız olarsa, buyurub şərh bölməsində soruşa bilərsiniz. Bildiyim yerdəndirsə, cavablandıraram. Əgər videonu bəyəndiksə, faydalı görürsünüzsə, bəyənib paylaşmağı unutmayın. Eləcə də abunə olmağı da unutmayın. Sağ olun.